Havalar isinib, təbiət oyanır, amma orqanizmimiz bu dəyişikliklərə hər zaman hazır olmur. Yay aylarında enerjinizin nükəlməsi, tez-tez xəstələnmək və halsızlıq çoxlarını tanışdır. Bəs bədənimizi necə müdafiə edə bilərik? Aptek dərmanlarına qaçmadan təbii və gündəlik həyatımıza asanlıqla daxil edə biləcəyimiz qidalarla bunu etmək mümkündür. Bəzən ən güclü təsir məhz ən sadə və diqqətdən qaçan məhsullardan gəlir. Bu videoda sənə elə qidaları tanıdacağam ki, həm immuniteti möhkəmləndirəcək, həm də yay fəslində səni daha sağlam və enerjili edəcək. Elə indi öyrənməyə başla. Çünki bəlkə də bu məhsulları tanıyırsan, amma bu xüsusiyyətlərini heç vaxt eşitməmisən. Qida 1. Kefir. Yayda bədəni həm səril saxlayan, həm də daxildən gücləndirən ən faydalı məhsullardan biri kefirdir. Görünüşdə adi qatığa bənzəsə də təsiri qat-qat güclüdür. Kefirin əsas gücü onun içindəki canlı bakteriyalardır. Bu bakteriyalar bağırsaqları təmizləyir, həzmi yaxşılaşdırır və bədənin müdafiə sistemini aktivləşdirir. Unutmayaq ki, immunitetin böyük hissəsi məhz bağırsaqlardan idarə olunur. Yeməkdən sonra bir stəkan kefir içmək həm qidaların yaxşı həzm olunmasına kömək edir, həm də orqanizmi rahatlaşdırır. Soyuq içildikdə yayda istini az da olsa bədəndən uzaqlaşdırır. Eyni zamanda kefir yorğunluğu azaldır və enerjini artırır. Əgər tez-tez soyuqlanırsansa, halsızsan və ya allergiyalara qarşı həssassansa, kefiri gündəlik qida rasionunuza əlavə etməyə dəyər. Kefirin başqa bir üstünlüyü də odur ki, onu evdə hazırlamaq da mümkündür. Bir neçə gün ərzində təbii şəkildə mayalanaraq tamamilə təmiz və konservatsız bir məhsul əldə edə bilərsən. Əgər bədənini dərman əvəzinə qidalarla qorumaq istəyirsənsə, kefir mütləq sənin siyahında olmalıdır. Sadədir, əlçatan və təsiri əsl möcüzə kimidir. Qida 2. Chia toxumu. Chia toxumu ilk baxışda adi bir toxum kimi görünə bilər, amma içində gizlənən faydalar bədəni başdan ayağa gücləndirəcək qədər güclüdür. Bu kiçik toxumlar xüsusilə immunitet sistemi üçün vacib olan qidalarla doludur. Onların tərkibində orqanizmin özü qoruma qabiliyyətini artıran liflər, bitki mənşəyi zülallar və faydalı yağlar, xüsusən də omega-3 yağ turşuları var. Chia toxumu bağırsaq florasını təmizləyir, bədəndəki iltihabları azaldır və hüceyrə səviyyələrinin bərpasını dəstəkləyir. Bu isə o deməkdir ki, xəstəliklərə qarşı bədən daha hazırlıqlı olur. Xüsusilə yay mövsümündə tez-tez dəyişən hava şəraitində və temperatur fərqlərinə qarşı bu toxumlar daxildən güc verir. Hazırlanması da çox asandır. Sadəcə suya, südə və ya yoğurta əlavə edib bir neçə dəqiqə gözləyirsən və hazırdır. Üzərinə meyvə, bal və ya darçın da əlavə etsən, həm dadlı, həm də sağlam bir enerji mənbəyinə çevrilir. Hər səhər bir qaşıq chia toxumu bədənə gün ərzində lazım olan dəstəyi verə bilər. Unutma, bəzən ən böyük təsir ən kiçik şeylərdən gəlir. Chia toxumu da bunun canlı sübutudur. Qida 3. Cəfəri. Cəfəri çoxlarına sadəcə yeməklərə dad qatan yaşıl bir ot kimi tanışdır. Amma əslində onun içində elə güclü təsirlər var ki, bədənin müdafiə sistemini təbii şəkildə ayaqda saxlamağa kömək edir. Yay aylarında bədəndə toplanan toksinlərin atılması, orqanizminin yüngülləşməsi və enerjinin artırması üçün cəfəri əvəz olunmazdır. Cəfərin tərkibində C vitamini olduqca boldur. Hətta limonla müqayisə oluna biləcək qədər. Bu isə o deməkdir ki, gündəlik bir neçə budaq təzə cəfəri yeməklə immunitet sisteminə ciddi dəstək vermək mümkündür. C vitamini bədənin infeksiyalara qarşı daha dayanıqlı olmasını təmin edir və xəstəliklərin qarşısını alır. Bundan əlavə cəfəri qanı təmizləyir, qaraciyərin fəaliyyətini gücləndirir və bədəndəki zərərli maddələrin atılmasına kömək edir. Təzə halda yeyildikdə, saatlara əlavə olunduqda və ya səhər aç qarnına cəfəri suyu kimi içildikdə təsir daha da artır. Ən gözəli isə odur ki, cəfəri hər yerdə asanlıqla tapılır, ucuzdur və təbiidir. Bəzən biz faydanı uzaqda axtarırıq, amma o bizim boşqabımızda olur. Yayda özünü qorumaq istəyirsənsə, cəfəriyə daha ciddi yanaşmağın vaxtıdır. Qida 4. Qoz. Qozun sadəcə beyin üçün faydalı olduğunu düşünürsənsə, bu onun sirrini tam bilmirsən deməkdir. Qoz təkcə yaddaşı gücləndirmir, həm də immun sisteminin əsas dayaqlarından biridir. Yay fəslində bədən daha çox enerjiyə, hüceyrə səviyyəsində müdafiəyə və güclü antioksidantlara ehtiyac duyur. Qoz isə bunların hamısını özündə birləşdirir. Qozun tərkibində bol miqdarda omega-3 yağ turşuları var. Bu maddələr bədəndəki iltihabları azaldır, ürək-damar sistemini qoruyur və orqanizmin infeksiyalara qarşı müqavimətini artırır. Həmçinin qozda E vitamini, sinik və maqnezium kimi immunitet üçün həyata əhəmiyyət daşıyan maddələr də mövcuddur.
Bu elementlər bədənin hüceyrə səviyyəsində özünü təmir etməsinə və zərərli təsirlərdən qorumasına kömək edir. Gündə 2-3 ədəd qoz yemək kifayətdir ki, bədən güc toplasın və yay boyunca xəstəliklərdən uzaq qalsın. Qoz həm də toxluq hissi verir. Buna görə səhər yeməklərində və ya ara öğünlərində istifadə edildikdə həm faydalı, həm də doyurucu olur. Qida 5. Pomidor. Pomidor yay aylarının əvəzolunmaz qidalarından biridir. Ən çox istifadə olunan tərəvəzlərdən biri olsa da, çox az insan onun immun sisteminə necə təsir etdiyini bilir. Çünki pomidor təkcə salatlara rəng qatmır. Eyni zamanda bədənə güc, hüceyrələrə isə qoruma verir. Pomidorun tərkibində likopen adlı güclü bir maddə var. Bu maddə hüceyrələri zərərli təsirlərdən qoruyur, bədəndəki iltihabları azaldır və xərçəngə qarşı qoruyucu rol oynayır. Həmçinin C vitamini ilə zəngindir və bu da immunitet sisteminin əsas dayaq nöqtələrindən biridir. Yayda günəşin təsiri artır, dərimiz və bədənimiz daha çox zərərli maddələrə qarşılaşır. Pomidor isə bu təsirləri azaldır və hüceyrə səviyyəsində təmir prosesini sürətləndirir. İstər təzə halda salatlarda, istər şirə kimi, istərsə də bişmiş formada qəbul edildikdə təsirini itirmir. Əksinə bəzi faydalı maddələr bişdikcə daha da aktivləşir. Buna görə də pomidoru yay boyu qida rasionunuzda əksik etməyin. Gündə bir neçə pomidor yeməklə həm bədənini qoruyur, həm də yay enerjinizi daha sağlam şəkildə yaşaya bilərsən. Unutma, sadə görünən qidaların təsiri bəzən düşündüyündən daha dərindir. Qida 6. Kətan toxumu. Kətan toxumu çox vaxt diqqətdən kənarda qalır. Amma orqanizm üçün olduqca dəyərli bir gücə sahibdir. Bu kiçik toxumlar bədənə içəridən müdafiə qalxanı yaradır. Yay aylarında dəyişkən hava şəraiti, allergiyalar və zəifləmiş enerji səviyyəsi bədəni tez yorur. Kətan toxumu isə bu problemlərə qarşı təbii bir siper rolunu oynayır. İçində bol miqdarda omega-3 yağ turşuları, lif və bitki mənşəli zülallar var. Bu tərkib orqanizmin hər gün ehtiyac duyduğu müdafiə mexanizmini aktivləşdirir. Xüsusilə bağırsaq sistemini tənzimləyir və orada olan faydalı bakteriyaların çoxalmasına şərait yaradır. Bağırsaqların sağlam olması isə birbaşa immunitetin güclü olması deməkdir. Bundan əlavə, kətan toxumu bədəndəki zərərli maddələrin atılmasını sürətləndirir. İltihab əleyhinə təsir göstərir və bədəni təmizləyir. Toxumları ya bütöv halda, ya da üyüdülmüş şəkildə yoğurt, salat və ya smoothie içkilərinə əlavə etmək mümkündür. Əgər immunitetini təbii yollarla gücləndirmək istəyirsənsə, kətan toxumu rasionunda mütləq yer almalıdır. Gördüyün kimi, immuniteti gücləndirmək üçün bahalı dərmanlara ehtiyac yoxdur. Sadəcə düzgün və faydalı qidaları seçmək kifayətdir. Yay aylarında orqanizmin müdafiə sistemini ayaqda saxlamaq üçün bu sadə amma güclü qidaları gündəlik rasiona əlavə etməyi unutma. Unutma, sağlam bədən, sakit və enerji həyatın əsas təməlidir. Əgər bu cür faydalı məlumatların davamını görmək istəyirsənsə, kanalımıza abunə olmağı və bildirişləri aktiv etməyi unutma. Növbəti videoda görüşənədək sağlam qal.